İmam Hüseyin əleyhissalam öz dəyərləri uğrunda hər şeyindən keçdi. Şəxsiyyəti bütöv olan insanların dəyərləri olur. Biz görürük ki, bəzi insanlar soruşanda dəyərin nədir? Mən bilmirəm. Dəyər nə olan şeydir? Öz dəyərlərindən insan xəbəri yoxdur. Dəyər onun üçün nə deməkdir? İmam Hüseyin bilirdi ki, bunun yolu haqq yoldur. İmam Hüseyin ailəyə də dəyər verirdi, övladlarına dəyər verirdi, insanlara da dəyər verirdi. Amma onun üçün birinci dindir və haqdır və bu yolda şəhid olmaqdır. Görün, İmam Hüseyin necə bir şəxsiyyətə sahib idi? Dedi ki, İmam Hüseyndən ki, beyyət istədilər. İmam Hüseyin buyurdu ki, misli la yubayyu mislə. Mənim kimisi bir şəxsiyyət, onun kimisinə beyyətləməyəcək. Çünki İmam Hüseyin şəxsiyyəti kamil bir insandır. İmam Hüseyin şəxsiyyətin zirvəsində idi. O cür biri olan şəxs necə bir şəxsiyyətsiz bir varlığa beyyət edə bilər? İmam Hüseyin yaraşan bir iş deyildi bu iş. İmam Hüseyin ən gözəl nümunəni göstərdi. Şəhadəti sevdi. De, əgər mənim dinim təhlükədədirsə, dinim ardın gedərsə, din dəyərim ardın gedərsə, mən özümü aləmimə qurban verməyə hazıram.